Əziz qonaqlar, hörmətli müəllimlər və şagirdlər, bugün milli mənəviyyat dəyərlərinin aşılanmasında məktəbin və ailənin rolu haqqında toplantı keçiririk. Toplantıya rəhbərlik edən Könül Qudiyeva Uşaqların Gələcəyi Naməişvanın birinin sədridir. Mən Könül xanıma xoş gəldin deyirəm və tədbirimizi başlayırıq. Gəlin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqə sözdən yad edirik. Şagirlər də çox məsul şagirlərdir. Bu tərbiyələrdə bax beləcə sakit otururlar. Mən buna görə də bizim şagirlərimizin hər birinə öz minnətdarlığımı bildirirəm. Eyni zamanda bizim məsuliyyətli müəllimlərimiz var. Mən onlara da çox sağ olun deyirəm. Və sizə bir daha xoş gəlmisiniz deyirəm və tərbiyənizi davam edin. Çox sağ olun, təşəkkür edirəm. Temur müəllim, sizə təşəkkür edirəm. Bugün bizim tədbirimizin reallaşmasında böyük əmək sərf elədiniz və bütün tədbir iştirakçılarını, hörmətli müəllimləri, əziz valideynləri, gül balaları salamlayıram, hər birinizi bağrıma basıram. Bugün biz sizinlə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Uşaqların Gələcəyi naminə ictimai birliyinin həyata keçirdiyi milli, mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu layihəsi çərçivəsində sizlə görüşürük. Gözəl balalar, bildiyiniz kimi milli dəyərlər bütün cəmiyyətin, millətin əsas qayəsini təşkil edir və hər bir millətin yaşam tərzini öyrənmək istəyəndə ilk növbədə tədqiqatçılar o xalqların yaşamını araşdırırlar, yaşam qayəsini, onların təşəkkül tarixini, onların psixologiyasını araşdırırlar. Çünki milli dəyərlər bayaq qeyd etdiyim kimi hər bir millətin, hər bir cəmiyyətin həyat psixologiyasını özündə ehtiva edən bir ənənələr toplusudur. Milli dəyərlər dedikdə eyni zamanda bütün xalqların, millətlərin düşüncə tərzini, keçmişini, indisini, gələcəyini özündə formalaşdıran genofonddur desək yanılmarıq. Bizim milli dəyərlərimizin fundamentini təşkil edən bizim ailələrimizdir. Çünki hər bir Azərbaycanlının xüsusi olaraq qəbul etdiyi həyat həqiqətlərindən biri ailədir. Azərbaycan psixologiyasında ailə müqəddəsdir. Biz Azərbaycan ailələrini digər xalqların ailələri ilə müqayisə eləsək, özümüz yəqin ki, bəlkə də əksəriyyətiniz də müqayisə eləmişsiniz. Bizim ailələrdə uzun ömürlülük daha yüksəkdir.
Bizim ailələrdə ailənin fərdi nə qədər çox artırsa, bir o qədər bir-birimizə bağlanırıq. Biz bir-birimizdən qopmuruq. Biz bir-birimizdən daha çox münasibətləri bərpa edirik və hər bir ailədə, hər bir fərdin öz yeri var, öz üzərinə düşən məsuliyyət var. Və bizim gəldiyimiz nəticə nə olur? Demək ki, bizim Azərbaycanda ailələr gücü, birliyi, iradəni təmsil edirlər. Və bugün hər hansısa bir tədqiqatçı Azərbaycan xalqının təşəkkül tarixini, psixologiyasını, yaşam qayəsini araşdırsa, bu keyfiyyətlərlə təbii ki, rastlaşar. Milli ədəbiyyat, milli tarix, milli özlüdərk, milli əxlaq, bir sözlə milli olan bütün mənəvi sərvətlərimiz bizim milli dəyərlərimizdir. Və milli dəyərlərimiz bizim mənəviyyatımızın zənginliyidir. Təbii ki, bütün xalqların milli dəyərləri onun mənəviyyatının zənginliyi ilə ölçülür. Və bu mənəviyyatın başlanğıcı isə hər bir millətin tarixini, tarixi həqiqətlərini, onun milli mədəniyyətini, adət-ənənələrini əks etdirir. Bugün bu istiqamətdə bizim çox gözəl, dəyərli ekspertimiz təşrif buyurub, Milli Mədəniyyətin Təbliğ İctimai Birliyinin sədri Jalə Cəfərovanı mən tribuniyaya dəvət edəcəm. Mən hər birinizdən xahiş edirəm, Jalə xanım auditoriya müraciət edəndə aktiv olasınız. Həm müəllimlərdən, həm valideynlərdən, həm də şagirdlərdən rica edirəm ki, iştirakçılıqlı müzakirə yaradaq. Çünki biz bugün gəlməmişik, təkcə biz danışaq, siz bizi dinləyəsiniz. Bugün biz sizdən öyrənmək istəyirik. Sizin bildiyiniz nələr var? Sizin suallarınız ola bilər, sizin təklifləriniz ola bilər. Sizin bizdən, bizim də sizdən öyrənəcəklərimiz olacaq. Ona görə mən Jalə xanımı dəvət edirəm tribunaya. Buyurun Jalə xanım. İnsan ilk addımını bir müəssisəyə, bir təşkilata qoyarkən aldığı enerji, aldığı təəssürat çox önəmlidir, çox vacibdir. Və mən çox sevinirəm ki, sizin məktəbə addımımı atdığım ilk gündən o şagirdlərin əl işlərini gördükcə, ab-havanı gördükcə və münasibəti gördükcə deyək də biraz da ürəkləndim. Ona görə təşəkkür edirəm. Başda məktəbin direktor olmaqla bütün müəllim kollektivdən, eləcə də şagirdlərə. Bu artıq sizin, mən orada göz gəzdirdim, bu artıq sizin milli mənəvi dəyərlərimizə, belə deyək də, incə sənətə, mədəniyyətə olan nəinki sevginizi, eyni zamanda münasibətinizin göstəricisi kimi mən qəbul etdim. Çox sevindim. Düşünürəm ki, sizinlə söhbət eləmək mənim üçün həm asan olacaq, həm də qürur verici olacaq. Könül xanım qeyd elədi və Könül xanım özü də illərdir ki, bu istiqamətdə gənclərimizin tərbiyəsində, onların hər tərəfli inkişafında bir-birindən gözəl layihələr həyata keçirdik. Biz də bacardığımız istiqamətdə çalışırıq ki, bildiklərimizdən nələrsə deyək. Və sonucda hər birimizin, necə ki, hər bir dövlətin məqsədi, amacı, istəyi sağlam, həm fiziki cəhətdən sağlam vətəndaş görmək istədiyi kimi, eyni zamanda mənəvi cəhətdən yetkin, samballı, mənən zəngin vətəndaş görmək istəyir. Biz də bacardığımız qədər o istiqamətə köklənirik, əlimizdən gələni etmək istəyirik. Və bugün də o məqsədlə sizin məktəbi, belə deyək də, qonağıyıq. Baxın uşaqlar, Könül xanım da dedi çıxışında, əlbəttə, bir vətəndaşın, bir şəxsin yetişməsi təkcə ailədən asılı deyil. Müəyyən zamanlarda, belə deyək də, institutlar, müəllimlər institutu, belə deyək, uşaqların inkişafı üçün, onların gələcək addımlarında vətəninə, hər kəs öz vətəninə, bizim düşməsiz Azərbaycandan danışılır, yararlı olması üçün müəyyən institutlar zaman-zaman layihələr işləyirlər və o nöqsanları, o çatışmazları aradan qaldırmaq üçün belə deyək də, o qədər işlər görürlər ki, onları sadalamaqla qutarmaz. Ancaq mən bu günləri alimlərin deyil, bir-iki misal çəkəcəm. Bizim klassik ədəbiyyatımızdan bircə nümunə tapa bilməzsiniz ki, istər Bəxtiyar Vahabzadə olsun, Hüseyin Cavid olsun, yeri gəlmişkən, bugün Könül xanımın elə layihəsinin
belə deyək də, başlığında, ana xəttində Hüseyn Cavidin qız məktəbindəki şeirinin də verilməsi elə belə deyil. Siz yəqin ki, o şeiri xatırlayırsınız. Soruşur, qızım adı nədir Gülbahar? Yəqin ki, bu şeiri hamınız bilirsiniz. Və o şeirin gözəl bir məntiqi nəticəsi var, məzmunu var ki, bir qızım, şagird nə deyir? Məhz müəllimlərindən öyrəndim ki, bir şagirdin bəzəyi, onun zəngin olması, onun mənən zəngin olmasıdır. Mənim babam da var, anam da var, zəngin libaslarım var, amma bunlar əsas deyil. Əsas olan mənən zəngin olmaqdır. Və bu sayıda çoxlu misallar göstərmə var. Həm nəsr ədəbiyyatı, həm nəsrdə, həm nəzrdə. Mən bir şey demək istəyirəm, uşaqlar, baxın. Burada müəllimlər də var. Öncə müəllimlərə ünvanlamaq istəyirəm. Əziz müəllimlər, dəyərli müəllimlər və valideynlərimiz də var. Və bizə bayaq dedilər, çox sevindim ki, buradakı müəllimlərin əksəriyyəti həm də valideyndir, evlatları burada təhsil alır. Bu çox gözəl. Baxın, bizim ağrıdan, daha doğrusu işimizi çətinləşdirən, o ürəyimiz istəyən, cəmiyyətə yararlı vətəndaş görə bilmədiyimiz məqamların qaynağı hardan başlanır, bilirsinizmi? Bəzən müəllimlər şagirdlərə içəri girdilər, daxil oldular. Elə mənim dediyim Quran ayəsidir, bu cür qəbul edəcəksiniz, bitdi, getdi, olmaz. Əvvəla hər bir müəllim şagirdə, hər bir şagirdə fərd olaraq yanaşmalıdır. Şagird içəri girəndə artıq onun giyimindən, onun danışığından, onun üzünün mimikasından bilməlidir ki, bu hansı hava ilə gəlir. Sən müəllim bilməlidir, bəlkə bunun evində elə bir sıxıntı var, elə bir problem var ki, o istər-istəməz uşaq qəlbi ilə onu daşıyıb gətirməlidir. Çünki o uşaqdır, o şagirddir və müəllim burada ona fərdi yanaşmalıdır. Baxın, Könül xanım dedi, bəli, dünyanın bir iki ölkəsi var ki, mən orada olmamışım və getdiyim ölkələrdə də həm öz dəyərlərimizi təbliğ eləmək üçün bacardığım qədər bir şeylər eləmişəm və o gözəl adət ənənləri, məktəbdə olan adət ənənləri, o dəyərlərini nə cür aşılayırlar şagirdləri, onları öyrənməyə çalışmışam. Məsələn, mən bir misal deyəcəyəm. 2018-ci ildə, 2018 çox böyük çətinliklə, heç kəsə də demədim, çünki bildim bunu etmək qeyri-mümkündür, amma etdim. Hətta evdə ailəmə də demədim. Və yeri gəlmişkən mən deyim, biz sizin əgər bir 20-30 illik təcrübəsi olan müəllimlər, ola bilər mənim mərhum atamı da tanıyır. Mənim atam şair, jurnalist, cavabda 50 ildən artıq Azərbaycan müəllimi qəzetində çalışıb və bax, gözəl, dəyərli müəllimlərin həyatını, təcrübəsinə əks etdirən Maarifimizin Ulduzları kitabını yazır, mənim stolüstü kitabımdır. Hər dəfədə istifadə edirəm və əminəm ki, Tərtərdən də, Bərdədən də olan müəllimlərdən var. Yəni, mən buna əminəm. Baxın, və mən nə qərarı aldım? Mən qərarı aldım ki, o da torpaqlarımız işğal altındaydı. Və gelirdim, məktəbləri gəzirdim. Müəllimlərimizin nə cür cəhdlə, şagirdlərimizin nə cür cəhdlə torpaqlarımızın işğalda olmasını bir ürək ağrısı ilə qeyd edirdilər. Və mən bir neçə məktəbdə gördüm ki, Qarabağımızın əvvəlki vəziyyəti ilə bizim məscidlərimiz olsun, tarixi abidələrimiz olsun, bilirsiniz, Şuşanı hərdən muzeylər şəhərində adlandırırlar. Bütün bunların əvvəlki görkəmini və düşmənlərimizin darmadağın elədiyi vəziyyətini çəkib bir fotostent gördüm. Bu mənim ürəyimi alırdı və dedim, bunu bütün dünya və bilirsiniz, ən maraqlı olan nə idi? Ən maraqlı olan ki, bunu uşaqlar öz əlləri ilə etmişlər. Bu fotostenti şeirlər yazan, eselər yazanlar ki, və inan var idi ki, biz o torpaqlara qayıdacağıq. Və mən qərar aldım ki, bax, belə bir şeyi İngiltərədə keçirdim. Onların hamısını çəkmişdim, bir video çarx hazırlamışdım. Eləcə də fikirləşdim ki, mən İngiltərədə bunu nümayiş elətdirdim, Fransada, İsveçdə, bir də Təbrizdə. Siz bilsəniz ki, mən Təbrizdə nələrlə rastlaşdım, ağlınıza gəlməsiniz. Baxın,
Oradakı uşaqların bir adlarını götürdülər. İnana bilmədilər ki, 5-ci sinif şagirdi qoyub orada, baxın, Şuşanın Nartavan bulağı var, bəlkə də görmüşsünüz bir, Nartavan bulağının əsl əksini götürüb, öz qələmi ilə çəkib, altında da yazıb, ay erməni, mən mütləq vətənimə qaydacağam və onun darmadağın olmuş şəklində. İnanmadılar. Mən nə demək istəyirəm? Bax, bu cür bəlkə bir 20-30 misal çəkərəm. Mən apardığım o stendi deyirəm, video çarxı. Və orada sual verdilər. Və bilirsiniz, mənə kim bələdçilik edirdi? Bizim böyük şəhriyarımızın oğlu Hadi, bizim onunla möhkəm dostluğumuz da bugün devam edir. Şəhriyarın ev muzeyində keçirdim və xahiş elədim, tələb elədim ki, ya ora fars tələbələrini gətirəcəksiniz, müəlliminə ya da heç gətirməyin. Çünki azdan çox da bizim Azərbaycanlılarımız, oradakı qan qardaşlarımız bilir, məqsədim farslara bunu bildirməkdir və niyə farslara bildirməkdir deyəcəyəm. Və təəccüb elədilər ki, bunun 5-ci sinif, 6-cı siniflər. Bilirsiniz, əziz müəllimlər, bu nə idi? Nəyin nəticəsi idi? Bax, bu onun nəticəsi idi. O müəllimlər, o gözəl müəllimlər, bizim tarixi abidələrimiz olar, tarixi abidələr də bizim dəyərlərimizdir. O dəyərləri uşaqlara necə sevdirib, necə aşılayıb və onun necə qorunması ilə bağlı nə cür sevgi ilə danışıb ki, o uşaqlar o şəkilləri çəkib, yoxsa onu eləyə bilməzlər. Və o sevgi idi ki, 2018-ci ildən 2020-ci ilə qədər bir xeyli vaxt geçdi, o uşaqlar da böyüdü və yəqin ki, onun evdəki qardaşları, belə deyək də, ya qohumları da o sevgi ilə, əgər o məktəbdə o təhsil alınsa və torpaqlarımız elə o uşaqların, o igidlərin sayəsində belə deyək, işğaldan azad oldu. Və mən başqa şəkillərdə göstərdim. Qarabağla bağlı. Biz indi su qovşan olsun, başqa bölgələrdə olsun. Hətta mən sizə bir şey deyim. Əskərə məktub. Mən dedim ki, bunu tərcümə elədim. Dedim və axırda mən müəllimə ünvanladım. O fars uşaqların, institut tələbələrinin yanında gələn müəllimlərə. Dedim, müəllim, kişi müəllimidir. Bilirsiniz, mən niyə sizi gətirmişəm bura? Və bu uşaqların 5-ci sinifdən 11-ci sinifə qədər olan uşaqların vətən sevgisini sizə göstərməyə bilirsiniz, niyə istəyirəm? Biz dəyərlərə belə qiymət veririk, amma maalesef ki, mən dedim, mən dedim ki, sən bir bıraxmayacaqlar Təbrizə, dedim, olsun. Siz dedim, baxmayaraq ki, siz də müsəlman dövlətisiniz, siz də tarixi abidələri üçün misallar çəkdim onlara, müharibələrindən, tarixi abidələrin qorunması ilə bağlı tarixi dedim onlara, filan tarixdə filan çıxış elədi, sizin prezidentiniz, filan, qorumaq yaxşı şeydir, eləmi? Amma siz dedim, Xocalı soyqırımı günü filan işləri gördünüz, bizim dəyərlərimiz haqqında danışmadınız, bizim o qanımız, ürəyimiz ağlayan məsələ haqqında danışmadınız. Və bütün bunları eləyən şagirdlərdir, uşaqlardır. Onlar o dəyərləri məktəbdə götürürlər. İnanırsınız, müəllim ağladı. Dedim, məhz fevralın 26-sında eləmişdim. Çoxlu bukletlər aparmışdım, özümüzün çəkdiyimiz video çarxları. Mənə söz verdi. Dedim, müəllimə, mən sənə söz verirəm. Bugün mən müsahibə verəcəyəm və icazə vermiş şəkillərdən geçsin. Azərbaycan şagirdləri Qarabağı istəyir. Mən inanmadım, amma çıxdı. Mən bu uzun-uzadı misalı niyə çəkdim? Əziz balalar, gül balalar, gözəl balalar. Bax, biz deyirik ki, milli mənəvi dəyərlərimizi aşılayaq və siz öyrənəsiniz, təbliğ edəsiniz. Siz öyrənsəniz, bax, bu milli dəyərlər deyəndə musiqimiz orada, milli filmlərimiz orada, böyük sənətkarlarımız orada, dünyaya səs salan böyük sənətkarlarımız, mən təkcə aktyorlarımızı demirəm, yazarlarımızı və 37-ci ildə sürgün olun o insanları, o alimlərimizi. Və istəyirəm ki, siz bu insanları tanıyasınız və əminəm ki, tanıyandan sonra sevəcəksiniz və sevib tanıdacaqsınız. Şagirdə fərdi yanaşdıqca, onun problemlərini, öz balalarınızın problemi bildikcə, məktəblə, direktorla, o ailə ilə birgə işlədikcə, biz sonuçda nəinki sizə, vətənimizə layiqli, yararlı vətəndaşlar yetişdirəcəyik.
Hələliklə burada əgər sualınız varsa buyurun. Və mən bu arada sözü Bərdə rayon icra hakimiyyətinin məzun əməkdaşı Səbuhi müəllimə vermək istəyirəm və Səbuhi müəllimə xüsusi təşəkkür etmək istəyirəm ki, Səbuhi müəllim özü də bu layihənin, bu tədbirin reallaşmasında müəyyən bir əmək sərf elədi. Səbuhi müəllimə xahiş edirəm ki, rayon icra hakimiyyətinin başçısına bizim təşəkkürümüzü çatdırasınız. Eyni zamanda bütün əməkdaşlarınıza minnətdarlığını bildirəsiniz və buyurun, söz sizindir. Əziz müəllimlər, dəyərli şagirdlərimiz, mən də Bərdə rayon icra hakimiyyətinin rəhbəri adından sizi salamlayır və tədbirin daha doğrusu gedişatı artıq siz bizdən qabaq çıxış eləmişsiniz. Tədbirə öz uğurlar və dəstəyinizi arzuluyuruq. Onu deyim ki, həqiqətən də Könül xanım çox gözəl bir mövzu ətrafında layihəniz həyata keçirmişsiniz. Bunun Bərdə, Bakı və Tərtər rayonlarında keçirilməyə həqiqətən də diqqətə layiq, nəzərə çarpacaq qədər bizim üçün də bir xoş bir təəssüratdır. Çünki artıq elə bir dövrdə, qloballaşan dövrdə yaşayırıq ki, bizim üçün həqiqətən də milli mənəvi dəyərlərin qorunması, onun təbliğ olunması, bu sahədə işlərin görünməsi vacib amillərdən biridir. Ulu Öndər deyirdi ki, milli mənəvi dəyərlərini qoruyan xalq hər zaman var olacaqdır. Həqiqətən də bugün tarixə də nəzər salsaq, indiki gələcək dövrləri də nəzər salsaq, dünyada 5000-ə yaxın xalq var, amma onun yalnız 200-ə yaxın biraz artıq xalqın dövləti var. Yəni bu həqiqətən də milli kimliyimizin, milli birliyimizin bariz nümunəsidir. Hansı ki, elə bir qaynar coğrafi nöqtədə yaşamışıq ki, zamanla başımıza gələn müsibətlər, hadisələr, ən çox belə deyim, işğala məruz qalan xalq kimi biz həmişə tarixdə, yaddaşlarda qalmışıq. Amma son belə deyim, 30 ildə müstəqilliyini, 34 ildə müstəqilliyini əldə etmiş Azərbaycan artıq demək olar ki, dünya ölkələrində nüfuzlu bir lider dövlətlərə çevrilib. Hansı ki, buna toxuna bilərik. Son zamanlar xarici belə deyim, siyasətə baxdıqda bunu aydın şəkildə görə bilərik. Hamımız sosial şəbəkədən istifadə edirik, xəbərlər oxuyuruq. Bu bizim həqiqətən də milli kimliyimizin davamı idi. Yəni və biz ona nail olduq. Hansı ki, 200 ildə heç vaxtı bizim olmayan Qarabağ artıq bizimdir. Biz o torpaqlara gedib ziyarət edirik, gedirik, o torpaqları gəzirik. Amma burada bir amil var. Həqiqətən də bu amil milli kimliyimizi, mənəvi kimliyimizi, məşhurların bir aforizmi var. Deyir, gözəl və çirkin olmaq yaradılışdandır, amma mənəviyyatda olmaq sənin seçimindir. Həqiqətən də bizim o mənəviyyatda olmamız bizim öz seçimimizdən asılı olan, yəni o daxilimizdə olan bir prosesdən asılıdır. Bundan ötürü də siz özünüzü inkişaf etdirməli, özünüzün üzərində çalışmalısınız. İndi sizin elə bir dövrünüzdür ki, həqiqətən də auditoriya mənim üçün bir xoş bir hal oldu ki, hansı elə bir dövr yaş kateqoriyasındasınız ki, sizə bu təbliğatların, bu tövsiyələrin gələcəyiniz üçün çox böyük əhəmiyyəti vardır. Yəni, sağ olsun, Jalə xanım çox gözəl bütün mövzulara toxundu. Həm milli mənəvi dəyərlərimiz haqqında, tariximiz, musiqimiz, incə sənətimiz, kinomuz. Siz artıq özünüzə bir gələcək quracaq bir yaşda və özünüzün gələcəyini müəyyən etdiyiniz bir yaşdasınız. Və biz də sizin kimi gənclər olaraq, yəni biz də sizin yaşınızdan keçmişik. İndi bizim vaxtımızda o qədər də internet əsri yox idi, bu qədər qloballaşma yox idi. Amma onunla belə biz o milli kimliyimizi, milli dəyərlərimizi həmişə qorumuşuq. Və nə xoş bizə ki, siz dövrün şagirdləri artıq dünya görüşə maliksiniz. Bizim belə deyim, 10 yaşda bildiyimiz indikilər 5 yaşda artıq onu qavrayır. Çünki o, belə deyim, texnologiyanın insana verdiyi bir üstünlükdür. Və siz bizdən elə bir, bizim yaşda olub, bizdən bir 10 il əvvəl düşünən bir kontingentsiniz. Və sizə əsas tövsiyəm, Jalə xanım qeyd elədi, kitablarla maraqlanın. Yəni, internet yaxşı bir şeydir əslində, sosiallaşma yaxşı bir şeydir. Bu, belə deyim, sənin əl çatanlığını, sənin dərslərinə, sənin belə deyim, araşdırmalarına əl çatanlıq. Amma bundan belə o suyu istifadə hallarının qarşısını almaqdan ötürü boş bir zamanlarınızı çalışın, ən azından bir milli musiqimizdən bir parça dinləyin və yaxud da bir milli kinomuzdan bir səhnələrə baxın. Həqiqətən də o elə bir dövrdə, elə bir bizim tarixi keçmişimizi bildirirdi ki, yəni biz onları görə gəldik və indi sizlərə onu
tövsiyə edirik. Çünki bizim belə deyim, 1918-ci ildə Şərqdə ilk respublikanı quran millət də bizik, 91-ci ildə müstəqilliyi əldə edən də bizik və 2025-ci ildə dünyaya öz nüfuzumuzu göstərən millət də bizik. Yəni biz tarixi köklərə malik, bağlı, eramızdan əvvələ dayanan bizim tariximiz var. Biz o tarixi kimliyi qoruya-qoruya bu dövrə gəlib çatmışıq. Və təəssüflər olsun ki, biz həmin dövrdə başımıza müsibətlər gəldi, amma bununla belə 70 il Sovet hakimiyyəti altında qalmamız bizə ən ağır mənəvi zərbələrimizdən birini vurdu. Hansı ki, bizə 37-39-cu illərdə və sonraki dövrlərdə repressiyalar, bizim milli kimliyimizi bildirən, bizim şəxsiyyətlərimizi onlar sürgünə göndərdilər, repressiyaya məruz qaldılar və təsəvvür edin siz, hələ biz bu dövrdə onlarsız bu cəmiyyəti qurmuşuqsa, onlarla hansı cəmiyyəti qurardıq, o bambaşqa bir təəssüratdır və çox sevindirici haldır ki, biz belə deyim, siz gənclərlə irəliyə doğru gedirik, hansı ki o gənclər Qarabağımızı azad elədi, bizim milli kimliyimizi özümüzə qaytardı, itirilmiş torpaqlarımızı, itirilmiş ah-nalələri, o belə deyim, analarımızın çəkdiyi ahlar, anamızın göz yaşları bizə qayıtdı və biz əminik ki, yerdə qalan digər belə deyim, Zəngəzurumuz, Dərələyəzimiz bizə yenidən bizim gedəcəyimiz bir torpaqlar olacaq, hansı ki onun üzərində işlər görülür, siyasi məsələlər, siyasi proseslər gedir və çox xoş oldu həqiqətən də bugün həm auditoriya, həm Teymur müəllim təşkilatçılığının üçün sizə təşəkkürümüzü bildiririk. Könül xanım, çox gözəl mövzuda arzu edirik ki, başqa bir mövzularla, bu sahələrə daha yaxın bir mövzularla bir təbliğatımız Bərdə rayonunda biz sizi qarşılamaqdan məmnunuq. Yenə də gəlişinizi gözləyirik və əminik ki, bugünkü gənclərimiz, bugünkü şagirdlərimiz, tələbələrimiz ən azından bir parça nəsə özləri üçün götürdük və siz gələcəyin atası, siz gələcəyin anası, siz gələcəyin babaları, nənələrsiniz. Yəni o təbliğatı belə öz, belə deyim, şəxsinizdə aparsanız, nə xoş bizim halımıza ki, orada bizə bir pay düşür. Diqqətinizə görə təşəkkür edirəm. Əziz balalar, əziz valideynlər, şəhidlərimizə aid həsb elədiyim bu sonuncu kitabımdır. Burada 5 şəhid haqqında var. Bir ay öncə çap olunub və bundan öncə 29 şəhidimiz və 8 kəşfiyyatçımız haqqında və yeri gəlmişkən o 8 kəşfiyyatçıdan da biri dünən anası iştirak elədi. Bərdənin Piyadalar kəndində Akşin Əlioğlu Həsənovdur. Bəli, dünən xanım müəllim, o da müəllim olduğunu iştirak elədi. Bu kitabda 5 şəhidimiz haqqındadır. Bir ay öncə çıxıb və mən bunu sizin böyük məmnuniyyətlə kitabxananıza hədiyyə edirəm. Buyurun. Mən də məktəbli fəlsəfəsi adlı kitabla gəlmişəm. Deməli, bu kitabda böyük filosofların həyat təcrübələri, elmə, təhsilə olan münasibətləri var. Hansı ki, bu kitab həmin orta məktəb şagirdlərinə, eyni zamanda ali məktəb tələbələrinə daha çox vacib olan müəyyən bilgilər var ki, mən bunu da Teymur müəllimə təqdim edəcəm və xahiş edirəm ki, bu kitab bağlı qalmasın. Bu kitabı zaman-zaman vaxtınız olduqca gəlib müraciət edərsiniz məktəbin kitabxanasından, alıb oxuyarsınız və oxuduqlarınızı, gəldiyiniz təəssüratları da yoldaşlarınızla paylaşarsınız. Buradakı, bu kitabdakı məsləhətçilərdən biri də mən sizin qarşınızda Uşaqların Gələcəyi namlı İctimai Birlik sədri Könül Quliyevadır. Aynı müəllim, aynı Başqaliyeva. Mən də qonaqlarımızı salamlayıram. İlk öncə özümü təqdim edeyim. Tərbiyə İşləri üzrə direktor müavini Baxşaliyeva Aynur. Sizi burada görmək, fikirlərinizi eşitmək bizim üçün doğrudan da çox şaddır. Bizim şagirdlərimiz haqqında mən bir qısa məlumat verim. Şagirdlərimiz doğrudan da vətənpərvərlik ruhunda tərbiyə olunandır. Bizim çox savadlı, yaxşı nüfuzlu ali təhsil müəssisələrində təhsil alan şagirdlərimiz var ki, biz onlarla fəxr edirik. Elə himnimizi oxumağınızdan da görə bilərsiniz ki, hər səhər biz böyük həyəcanla demək olar ki, himnimizi oxuyuruq və hər bir şagirdimiz o himnin sözlərinin mahiyyətində ola bilər ki, həyəcandan burada ifadə edə bilmədilər. Mahiyyətini biz onlara çatdırmışıq. İlk öncə mən bir xeyli zaman burada tarix müəllimi kimi fəaliyyət göstərmişəm. 2 qrant layihə qalibiyəm
və qrant layihələrindən biri multikultural və tolerant Azərbaycana səyahət idi. Yəni, milli mənəvi dəyər deyəndə məhz multikultural bir dövlətdə yaşayırıq. Məhz bunları, tolerantlığımızı mən şagirdlərimizə mümkün qədər, bacardığım qədər çatdırmışam. Sonra digər bir layihə Kod Da Vinci Qarabağdaydı ki, burada da yenə də şagirdlərimizin intellektual biliyini artırmaq üçün, yəni onların bu milli mənəvi dəyərlərini daha da dərinləşdirmək üçün müəyyən bir fəaliyyətlərimiz olub. Həmçinin məktəbimizin müəllimləri də, sinif rəhbərləri də, valideyn iclaslarında, valideyn, məktəb rəhbərliyi, şagird üçbucağını qoruyub, daim onların irəli getməsi üçün müəyyən tədbirlər görmüşük. Hansı ki, şagirdlərimizdə xüsusiyyətlərində olur ki, bəzən qeyd etdiyiniz telefonların zərərli, yaxşı vərdişləri də var, zərərli tərəfləri də var. Biz onlara şagirdlərimizə dönə-dönə aşılayırıq və bunu valideynlərə də tövsiyə edirik ki, mütəmadi olaraq hansısa bir təhlükəli oyunlardır, təhlükəli zərərli saytlardır ki, bunlardan biz uzaqlaşması üçün tövsiyələrimizi veririk. Bir daha gəldiyinizə görə təşəkkür edirəm. Bu cür tədbirlərin olması bizim üçün çox xoşdur. Sağ olun. Məmmədova Sayaq. Mənim də qısa nitqim olacaq milli mənəvi dəyərlərimiz haqqında. Öncə sizləri salamlayırıq. Bizimlə məktəbə gəldiyiniz üçün çox təşəkkür edirik. Mən şagirdləri də salamlayıram, əziz şagirdlərimizi. Nitqim milli mənəvi dəyərlərimiz kimliyimizin təməli başlığı altında olacaq. Və Səbun müəllim də dediyi kimi, Ulu öndərimiz dəyərli bir kəlamı ilə öz milli mənəvi dəyərlərini qoruyan xalq heç vaxt məğlub olmaz. Ulu öndərimiz belə demişdi. Hər bir xalqı yaşadan, onu başqalarından fərqləndirən əlbəttə ki, onun dəyərləridir. Bu dəyərlər xalqın tarixindən, dilindən, adət-ənənəsindən, mədəniyyətindən və mənəviyyatından doğur əlbəttə ki. Azərbaycan xalqı min illər boyu bu dəyərləri qoruyub saxlamış və gələcək nəsillərə ötürmüşdür. Belə ki, hamımızın bildiyimiz kimi bizdə vətənə məhəbbət, qonaqpərvərlik, ailədə sədaqət, artıq bunlar bizim simvolumuza çevrilmişdir. Belə ki, tarixi şəxsiyyətlər bizdən Babəkdir, Köroğludur, sonra Nizami, Füzuli, Nəsimi kimi dahi şəxsiyyətlərimiz öz əsərlərində də bu məsələlərə xüsusi diqqət yetirmişdilər. İnsanlara, yəni xalqımıza mədəni birliyi, vətənə məhəbbəti daim aşılamışdılar. Mənəvi dəyərlərimizdə İslam dini də xüsusi yer tutur. Belə ki, İslam bizə nə öyrətmişdi? Deməli, ədalətli olmaq, mərhəmətli olmağı dinimiz bizə xüsusi aşılamışdır. Müasir dövrdə milli mənəvi dəyərlərin qorunmasına nəzər salsaq, müstəqil Azərbaycan dövləti qurulduqdan sonra bu dəyərlərin qorunmasına xüsusi diqqət yetirilmişdir və Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin Azərbaycançılıq ideologiyasında xüsusi bir xətt yaranmışdı bu isə. Onun bu siyasətini bugün də deməli cənab prezidentimiz İlham Əliyev və Azərbaycanın vitse-prezidenti Mehriban Xalq Əliyeva bu siyasəti uğurla davam etdirirlər. Sonra onu qeyd edeyim ki, gəlin biz də bu deməli uğurlu siyasətə sadiq qalaq, tariximizi, dilimizi, adət-ənənələrimizi qoruyaq və gələcək nəsillərə çatdıraq. Əgər milli mənəvi dəyərlərimiz varsa, Azərbaycan var. Yaşasın Azərbaycan. Əlavə eləmək istəyirəm ki, sadəti ərşə satan, üzvlərdə qərar tutan, torpağında günəş yatan, nə gözəlsin Azərbaycan. Mən Azərbaycanımızın gözəlliyini onda rəsm etdirirəm ki, Könül xanım kimi, Yadə xanım kimi, Səbur müəllim kimi və onlar kimi yüzlərlə insanlar Azərbaycanın gözəl tərbiyatından demək olar ki, dünyaya səs salırlar. Bir daha minnətli adam sizə, mən o şeiri deyərəm ki, 20 xaricə şeir, amma vaxt aparması da və çox da güzel bir şeir. Şahidlərə mən o şeiri deyəcəm və sizin hər birinizə minnətli adam. Amma söz verin ki, bizə də deyəcəksiniz. Vaxt olsa. Sizə minnətli adam bildirirəm. Sağ olun.